bilirsən sən bu 5 dənə kanalı? Demək ki, mənə görə açıbsan 5 dənə kanalı. Sağ ol abi, şükür yaxşılıq. Həmişə yaxşılıq olsun. Həmişə yaxşılıq olsun. Sən neçənci sinifdə oxuyurdun Vəli? Salam aleykum. Yeni gələnə xoş gəlmisiniz. Getdin Vəli? Yox, birində Squid Game videoları paylaşıram. Birində futbol, biri elə belə, biri bu, birində oyun kanalı. Hansında uğurlusan Vəli? Hansı kanallar daha yaxşıdır? Ən çox abunə hansı kanaldadır? 7-ci sinifdə. Ay maşallah, ay maşallah. Çapqınlıq edin vaxtlar oldu yəni həqiqətən də. Emre'dən bətər deyəcək. Emre'dən bətərdir. Məsələn, mindi uşaqlar. Mən çıxım Ceyhun. Yox, sən niyə çıxırsan kəsmə? Çıxan şeydir. Hardan Ceyhun? Bu nə suallardır verirsin? Təbii ki də... Ceyhun, gecə nəsə etmisəniz? Bu nə suallardır? Dəli istəyirsin. Birincisi İrana, birincisi Dodak. Esma, hara getdin ha Esma? Dənizdə bax dış. Divişmiş. Suala bax da, Emre'ye verdiği suala bax. Qızı qaçırmışsan evdən. Yox, qaçırmamışam. Qəşəng. Ay, İrana, nə olur? Bu nə sualladı? Bu mən necə oxuyum? O da olub, bəli. Ay Allah, öldü. Bir dənə suallara bax, bunlar nəzərən verim ədə. Mən eləmiyim də. Belə sual cavab var, qardaş. Belə eləmiyim heç olmasa. Emre, o da olub, hə. Suallara bax bir də. Belə suallar vermiyim də, qardaşım sizə. Bu nədir, ha? Mən eləmiyim sizi. Dəniz, 100%, o da olub, bəli. Edib. Bunda bu potansiyel var, eləyib, ha. Edib. Dəniz, niyə belə olursan? Ay, yaxşı da İrana, sən büyüdün oğlum, İrana. Bu nə suallardı? Məsələn, indi də, sualda verir. Ay, belə yox da, belə suala cavab edəydim. Mən oxuya bilmirəm baxı. Siz bilirsiniz, elə belə də mənim videolarımı paylaşırlar. Mən səhv buraxmamalıyım. Bu nə? Ay, yaxşı. Yığışdırın özünüzü. Özünüzə gəlin, bala, nə olub sizə? Saat neçədir bu arada? Özü 12 işləyir. Neçə faiz rəqəm var? Mən 3% rəqəm var. Mən tez adamı gətirib gəlim. Aha, linslər də gəldi. Bu necə? Nə bilim? Mən bunları yığışdırım, bunlar mənim ürəklərimdir. Mən necə yığışdırım bunları, Esma? Ay, yaxşı indi. Ay, niyyətinizdən olub büyüsü. Sual, dənizin verdiyindən suala bax. Yaxşı indi. Tamam, ay, çıxma. Ay, yaxşı. Ay, elə bir, demə də. Nə bilim, Esma, danışırlar, nə deyim? Danışırlar da. Yox, valla. Həqiqi deyirsən Emre, yazıqsan hə Emre. Məncə Emre, yalan deyirsən. Bizə xoş deyil.
Ya məzələm də mən həqiqi mən heç ciddi yalan yoxdur bu həyatda. Deyirəm sual cavab elə. Bir dənə verilən suallara bax. Davay da davay sual cavab. Davay davam edin görün. Daha maraq, daha çətin suallar gəlsin. Yağış hamləsində dəmir istiləşib deyəsən. Esmaya bax. Əhvalım açıldı bu arada. Əla. Super. Dur get. Bir söz deyim. Buyur gəlsin. Ay yaxşı Emre. Emre. Eləmir elə şeydir abi. Bak gələnlər də geldilər görsən. Əslində deyib bilirik də bu arada. Bu arada danışdığımız mövzuda həyatın qanunlarından biridir də yəni. Amma Azərbaycan kontentinə uyumur da bu. Zarafatsa. Elə hər şey zarafatla başlayır. Hər şey zarafatla başlayır qardaş. Sonra zibili çıxır. Burada hamı Ceyhunu çox istəyir. Ona görə bu bir zarafatdır. Bəli, əlbəttə ki. Yaxşı, İrəm, elə yazma da. Sürüşlər yazma. Eləməyin. Şahın qəlbini qırmayın. O da gəlsin. Hadi mən telefonu bir dakika sazdım. Mən gedim. Telefon qoyub zaraqaya həm də. Bir dənə çay içeyim. Ne olursa bugün daha. Adam tarafı. Gəlirəm bir saniyə. Gəlirəm. Ya bu səsin bağlayın. Gəl. Ceyhun, ben aşık oldum ya. Kime? Dayan görürüm. Görüm kime aşık olmuşsan sen. Dayan göreyim. Yaxşı Emre, yaxşı Emre. Şübhə qənim olsun sən, yaxşı görək. Rafiq özü də. Mən təzədən deyirəm. Mən Vine'lara qayıtmalıyım bu arada. Vine'lara qayıtmaq lazımdır. Vine çəkməliyəm. O da TikTok və Instagram üçün Vine çəkməliyəm. Onlara bilən qayıtmalıyam. Aktyorluq qabiliyyətimi üçün salmalıyım. Dəhşət aktyorluq qabiliyyətim olan gündə. Ha, sən kimə aşıq oldun İran? Danış görək. Deyir bu günə aşıq oldum. Hara getdi bu uşaqlar?
Saçlarım nə günlər. Mən gərək canlı yayından sonra duş alım. Heç kimə, məzənər də. Heç kimə. Mən də ciddi elə bir ciddi danışırsan. Dəli. Nə oldu bu? Sual cavab olmadı. Ha bu? Yaman suallar verir ha. Kırmızı kart. Canol getdi deyəsən. Hardan tanıyırsan? Sən bir dəfə ilanları görmüsən heç. Yalandan danışırsan da. Aleyküm salam. O Emir gəlib. Elim xoş gəldin ha Emir. Bilirsən qardaş, nə var nə yox. Bildim de yazmışsan ki görmüyor ama xasiyyətini bilir. Xasiyyətini bilə bilər. Yəni birini tanımaq üçün görmək lazımdır da. Emrəni heç kim görə bilməyəcək. Mən də görə bilməyəcəm bro səni. Gəncədə. Nə fikirləşsən Dəniz? Görəsən görə. İnşallah. Ne oldu Dəniz? Nəsə mesaj yazılmışdı ha? O olacaqdı 100%. Mən deyəsən mənim telefonumda problem var. Keçən dəfə İranə, 100%. Ha bro, olar, qalaram. 100% Emre. Hoş geldin Leman, hara getmişdin? Kanka ediyorum inşallah. Bəli İranə, bəli. Yemək yemişəm hə. Bizim qonşuda bir dənə ağsaqqal dayı var idi. Həqiqətən onun xətrini çox istəyirdim. O dünyasını dəyişib. 2 gündür qonşudayam, gedirəm, onlara kömək edirəm. Az yatıram. Orada yemək yemişəm. Nə? Biz elə bildik, sən buradasan, qulaq asırsan da. Davay sual cavab getdi yolda. Sən bozbaşı. Davay getdi, sual cavab. Davay Emre. Emre elə sual yaz ki, oxuya bilək də. Qurbağa kebabı. İranə sənin oğlu var İranə. İranə sənin oğlu. Bunu oxuya bilmirəm da, bilirsiniz də yəni. Bu mən necə oxuyum. Bilirsiniz ki, mənim canlı yayınlar gedir. Elxan salam aleykum, xoş gəldin. Sağ ol, yaxşıyam, sən necəsən? Bu sualı oxuya bilmirəm da mən İranə. Necə oxuyum bu sualı mən? Sən bilirsən ki, mənə ifşalayırlar. İfşa videolarımı çıxıb. En yaxşısı kənd həyatı max terapidir. Maldinici gəlsəydi, indi oxumuşdu Emre'nin mesajını. Demişdi ki, nə deyirdi o? Onun bir məşhur sözü var. Ayda. Emre.
Bəlkə qızlar səhv oğlanlardan xoş gəlir. Bəziləri var ki, hə, xoş gəlir. Amma nə bilim, nə satmır yox. Xasiyyət baxımından deyirsən də yəqin ki. Hardan ağlına gelir terapi videosu çəkmək? Yox, terapi videosu çəkməyəcəm. Danışa bilmədim. Terapi videosu çəkməyəcəm. Amma video çəkmək istəyirəm. Gülməli. Ay, yox, Emre. Sən manyaksan bala. Çay qaynadı. Gəlirəm, bir saniyə. Uşaqlar, bir dənə sizə sual verirəm. Dava yazın gəlsin. Ən utandığınız hərəkət, elədiyiniz ən utanc verici hərəkət. Davay yazın gəlsin. Davay, getdik. Davay, hər kəs. Aha, getdik davay, sual. Elədiyiniz ən utanc verici hərəkət. Davay. Getdik, fikirləşin. Çalışdırın. Aha, Emre'nin cevabı gəldi. Düşünün. Özü Emre, o hərəkət yox, ergenlik dövrü yox. Sual verirəm. Elədiyiniz ən utanc verici hərəkət. Ali, xoş gəldi. Buyur Dəniz. O da bilməz, nətər yox deyir, elə şey olar. Nə oluyor? Cavab gəlsin, cavablar gəlsin görək. Sağ ol Dəniz, çox sağ ol. Aleyküm salam Ləman, xoş gəldin. Canın şirin Dəniz. Fikirləşirəm bayağını dayan görmə. Okey, fikirləş görək. Elədiyiniz ən utanc verici hərəkət. Sual. Hər kəs cavablandırsın. Heç kəs demir. Yoxdur deyil. Bunlarınki yaşayış deyil. En bomba yaşayış Emre'den, ha Emre? Emre'nin yaşayışına söz ola bilmez.
Bu adamı hara getdi? Bir nəfər qaldı. Mədənərsiz 2 nəfər var. YouTube'un başı gedib bu arada. 2 nəfər var burada, bir nəfər göstərir orada. Ne bileyim yazı. Nermin salam, hoş geldin. Sen niye başına ağrıyor Emre? Yeni gelene hoş geldiniz. Buyurun gelin çata söhbət edə bilərsiniz. Gəlin qoşulun bu uşaqlara söhbət edin. Davay. Bəli, düz deyib. Qoşulun uşaqlar, qoşul. Getdilər ya. Yenə getdilər. Baş üstə, başın var olsun. İroş. Davay, neyini? Bir dənə maraqlı söhbət açmaq lazım. Bir dənə qəşəng bir dənə maraqlı söhbət. Bir dənə beynim fikirləşim. Nə tapa bilərik? Bir dənə maraqlı söhbət tapmaq lazımdır. Gözəl bir dənə maraqlı mövzu. Uşaqlar, bir dənə yazın görək mövzu. Nə mövzu haqqında danışaq? Sual vermək istəyirəm amma utanacam deyil. Ver gəlsin. Kim tanıyır səni? Burada səni heç tanımır ki, yəni bu uşaqlardan başqa da. Ver, göndər gəlsin. Ha, okey. Davay, bir dənə nəsə eləmək lazımdır canlı yayınlarda. Söhbət eləmək lazımdır. Deyəm bir dəqiqə. Bir dənə mövzu tapmaq lazımdır. Mövzu tapdım. Nə mövzu haqqında danışaq ya? Heç bu şey cəhətdən çox zəifləmək. Ay yox, sağa sual vermək istəyirəm. Buyur gəlsin. Buyur göndər gəlsin. No problem. Göndər gəlsin. Davay. Bir dənə mövzu tapa bilsəydim. Bir dənə maraqlı mövzu haqqında söhbət edərdik. Sabah gərək oturub fikirləşmək bunu. Sabah gözəl bir dənə mövzu yazacağam. O mövzu haqqında söhbət edərik. Göndər gəlsin İrana. No problem. Necə eləyək? Dodak. Demək belə deyim də. Evdə də olub, çöldə də olub. Yəni ev ortamında da olub, çöl ortamında da olub. Ömür cırılır gülməkdən.
Emre'nin derdi böyükdür. Bir dənə mövzu tapsaydı, canlı yayım gedərdi səhərə qədər. Adam da çox olsaydı, süper olardı. Təxminən 1 saat yaxın canlı yayımdayım. 1 saat necə keçdi, bilmədim. Danışdıq, güldük. Fikirləşdirməyi dinlemiyorlar. Bir dənə canlı yayıma kontent tapa bilsəydim, bir dənə mövzu tapa bilsəydim, maraqlı bir dənə mövzu tapardım. Nəsə elimdən aldım, canlı yayıma qalsın. Davay uşaqlar, sual cavab, getdik. Uşaqlar, davay, bax, burada mən də varam, məni unutmayın, bax. Unudursunuz da məni. Davay, getdik. Sual cavab, davay, getdik. Qəşəng bir dənə fikirləşin, babası suallar gəlsin, göndərin gəlsin suallarla. Qəşəng sual cavab edeyim. Yuxarıda olanlar siz də qatıla bilərsiniz, göndərin gəlsin suallar. Ən azından sual olanda mövzu olur da. Yox, Emre, yəni normal suallar verəcəksənsə ver gəlsin. Elə ki, mən oxuya bilim də, yəni hər şeyi ora bağlama da, bro. Dava getdi İranə, sən nə fikirləş? Doğru cəsarət oynaya bilməyəcək yaxı. Doğru cəsarət yalnız siz mənlə oynayasınız. Cavab verin də, mənim haqqında nə bilmək istəyirsən sənə? Əslində hər şeyi bilirsiniz də, yəni. Yəni də düşüncələrim haqqında. O, Emre, belə deyim də, necə başlandı sənin fikrini? Məsələn, birinci məndə olduğu vaxtlar olub, sonra qarşı tərtibdə olub bu şey. Yox, sən canım, doğru cəsarət. İranənin fikrini yayındırır Emre. %100 Emre, 100%. Davayda uşaqlar, sual cavab verin görək. Belə olacaq Emre, tamamdır. Bax, uşaqlar. Bax, konkret hörməsinizi edirsinizlər. Bax, bağlayacam canlı yayınma. Öz aranızda söhbət edəsiniz, canlı bağlayacam da, yəni. Demirəm, öz aranızda söhbət eləməyin. Burası mənə də görün də, yəni, mən də varam burada. Mən sonra darıxıram axı. Suala bax bir dənə. Suyla çayı qatıb içmisəncə yox? Yox. Sən bayaqdan bunu fikirləşirdi. Gözün fikirləşini ver. Dedim, gəlir sual. Yaxşı edirəm. 100%.
Emre, bəli. Kimin xoşuna gəlməz ki? Dedim bəli də, cavab verdim. İçmə, yoxsa qılman həkimi axtarırsan. Ceyhun, sən desələr ki, 100.000 dollar pul veririk. Soxulcanlı makaron yeyərsən. Yox, yemərəm. Emre ama yer. Uşaqlar, pula görə maksimum neyini yersiniz? Ha? Yüz var Emre, elədir, Azərbaycan elədir də. Uşaqlar, pula görə maksimum nə qədər alçala bilərsiniz? Belə bir sual. Maksimum hara kimi düşə bilərsiniz də yəni? Pula görə yəni, neyini yersiniz mesela? Heç darıxdığın adam var. Maraqlı. Bana indi xoşum gəldi bax səndən qardaşım. Maraqlı sual verdim bax. Heç darıxdığın adam var. Düşünürəm ki, hərdən ağlıma gələn adamlar var. Məsələn, elə dostluqlar olub ki, məsələn, demişəm ki, məsələn, bu uşaqla gözəl vaxtlarımız olub, gay PlayStation oynamışıq, nə bilim, yemişik, içmişik. Amma heç darıxdığım var. Yox bro, darıxdığım biri yoxdur. Yəni, darıxmaq hissi, mən bu darıxmaq hissinə qarşı biraz yadlaşmışam. Belə deyim, mən evdən uzaq böyümüşəm də, 7 il evdə olmamışam. İdman məktəbində oxuyanda darıxmaq hissini mən yaşamışam da yəni. İnsan ən çox nə üçün darıxır? Ailəsi üçün darıxır da. Hə? Ailəsi üçün darıxır. Hansı günahsız tərəf, məsələn, günahsız olan yerdə, məsələn, o tərəfdəki adam, məsələn, çox ağlayır, çox pis olur, gecəsiz, yuxusuz gecələri olur. Yəni, o insan o şeyləri unutmamalıdır, yəni. Bax, mən bundan 6 ay qabaq, siz çoxunuz bilirsiniz, bunu sizə demişəm, 6 ay qabaq bir qız çıxdı mənim qabağıma. Mən həqiqətən o qızdan etkiləndim də, çox xoşum gəldi. Dəhşət. Aşıq oldum da qıza. Tez bir zamanda aşıq oldum. Yəni, bu çox pis bir şey da bu arada. Qız qarşıma çıxdı, dedim, baxdım qıza, dedim ki, çox gözəl qızdır da yəni. Xoş gəldin. Və həmin ərəfələrdə mənim psixologiyam bərbad gün olduğu üçün mən davranışlarıma fikir vermirdim. Və qız bir dəfə məni bağışladı, 2 dəfə, 3 dəfə bağışladı məni. Artıq qız gördü ki, yox, bu belə olmur da yəni. Bu belə olmur. Və dedi ki, Ceyhan, mən səninlə olan münasibətimi bitirirəm. Və mən ondan sonra nə qədər dedim ki, gəl barışaq, gəl hər şey yerinə düzəldək. Yəni, dedi yox. Dedim ki, okey. Sonra mən çox pis oldum, onun üçün darıxdığım zamanlar çox oldu. Həqiqətən də hər ağlıma gələndə o qız pis olurdu. Və yenidən başlamaram münasibətə. O bitirdi, mən də bitirdim. Günahkarı mən də olsam, o bitirdi, mən də bitirdim. Da önünə baxmaq lazımdır. Səhvləri sən etdin Ceyhun, qız bitirdi ilişkini. Bəli. Yəni, sırf mən
səhvlərim çox oldu deyə. O zamanlarda axı mən qıza başa sala bilmədim ki, mən yaxşı deyiləm, psixolojam pisdir. Qız mənə qədər gözləsin. Yəni oturub bütün həyatını mənə sərf edəcək, xərcləyəcək də. Qız mənə qədər bağışlasın. Yaşı da az idi. Yaşı az demək ki, yəni 19 yaşı var idi. Məndən balaca idi də yəni. Mənim 26 yaşım, 25 yaşım var idi, onda var idi 19 yaş. Bəs ciddi ilişki fikirləşirsən? Bu vəziyyətdə yox. Necə yəni bu vəziyyətdə yox? Hal-hazırda heç bir yerdə işləmirəm. Bir gəlir yerim yoxdur, bir maaşım yoxdur. Heç pulum yoxdur. Yəni bu durumda, bu vəziyyətdə istəmirəm. Gələcəkdə bir işim olarsa, özümü doğruldaramsa özümə. Hə, məsələn, dedim ki, hə, okey, əlacıyam. Sən nə adam oldu, məsələn. Hə, ondan sonra qarşıma bir qız çıxar. Qıza baxaram, özümə baxaram. Qızdan xoşum gələrsə, bəyənərsəm, nə bilim. Ona görə, yəni hal-hazırda ilişki haqqında düşünmürəm. Çünki hal-hazırda o dönəmdə deyiləm, yəni o görəcək işlər var da yəni hal-hazırda. Yəni YouTube kanalım var, TikTok hesabım var, Instagram hesabım var. Onları orada paylaşımlar eləməliyəm, burada paylaşımlar eləməliyəm. Canlı yayınlarım yaxşı izlənmir, bax bunları düzəltməliyəm. Yəni ilişkidən qabaq hələ çox işlərim var görəcək. Bir saniyə. Abi kasıb oğlanın anasından başqa heç kəs istəmir, 100%. Dayı olacağım, inşallah. Hə, ona görə yəni görəcəyim işlər var. Ona görə elə görəcəyim işlər çoxdur. Amma yəni belə deyim də, mən belə tam belə yəni YouTube üçün daha gözəl işlər görürəm, həqiqətən deyirəm. Amma sırf pulumun olmamağı bəzi işlərə görməyimə mənə əngəl olur. Yəni mən indən sonra bir iş yəni biraz 4000 saat falan vardı. Uşaq 4000 saat tamamlayıram inşallah Allahın izni ilə. Bir dənə 4000 saat tamamlayıram. Ondan sonra gedirəm bir dənə iş tapıram. İş tapıram və başlayıram işləməyə. Pulumu yığıram. Bir dənə təzə telefon inşallah. Bir dənə ondan qabaq bir dənə paltar, gözəl bir dənə paltar alaram özümə. Sonra bir dənə telefon alaram. Ondan sonra bir dənə notebook, bir dənə də fotoaparat. Bir dənə də PlayStation. Bax bunlar üçün konkret işləyirəm, işimi görürəm. Qırağa da konkret pul atıram, gözəl bir dənə pul. Başlayıram qəşəng bir video çəkməyə. Yəni bu işi mən daha gözəl işlər görürəm. Amma insanlar abunə olursa, onlara bir səbəb verməliyəm. Maraqlı işlər görməliyəm, bildirsinizsə. Canlı yayımları qaldırmalıyam. Pul məsələsini düzəltməliyik. Yəni iş tapmalıyım, işləməliyəm və hədəflərimə doğru getməliyəm. İnşallah görək də. Görək olur. İnşallah yaxşı olar. Düşünürəm ki, hər şey düzələr. Səbirli olmaq lazımdır. Həyatda heç səni tələsmək olmaz. Yəni, bu nə istəyir olsun da yəni. Heç səni tələsməməlisən. Oturmalısan, düşünməlisən. Gözəl bir dənə plan cızmalısan. Tələsməməlisən. Nəyəsə tələsinirsə, get. Kasıbın bomba xəyalları olur. Kasıba xəyal da yaraşmır heç. Yaxşı olur inşallah. Gedim mandarin yeyim. Nuş olsun. Nuş olsun. Sual cavab yoxdur. Sual cavab eləmirik daha. Sual cavab bitti. Abi mən aşpaz olmaq istəyirəm. Nə məsləhət? Bomba kimi. Əla. Ged aşpazçı ol. Aşpazçı neydi? Aşpaz ol. Əla. Bomba kimi. Gözəl işdir. Qarşına hədəf qoy. Super. Uğurlar inşallah. Bomba kimi. Çox sağ ol ürək. Sən də sağ ol ürək. Minnətdaram. Niyə yatmırsan? Çünki canlı yayımdayım. Mən sabahdan oturub bir dənə götər mövzular hazırlayım.
bu mövzular haqqında söhbət edeyim. Xoşlar gələnləri o mövzulara qoşularlar. Sonra nəsə deməliyəm. İnsanların məni canlı yayımlarımı izləmələri üçün onlara bir səbəb verməliyəm. Haralısınız? Mən qaxlıyam. Saat neçədir bu arada? Mən səhər gecədən durmalıyım yuxuda. Yeni gələnlər, xoş gəldiniz. Yox, bunu düzəltmək lazım. Bu nəsə mövzu tapmalıyım, nəsə eləməliyəm, canlı yayımları düzəltməliyim. Qax bölgəsinə Lənkərandan salamlar. Aleykum salam. Buradan da Lənkərandan salam. Aleykum salam. Lənkəran gözəl yerdir, təbiəti zadı süperdir. Əla yerdir. Getmək istəyirəm Lənkərana. Ən sevdiyin yemək var Ceyhan. Mənim ən sevdiyim yumurta nə idi? Ən sevdiyim yemək pomidor yumurta. Abi mən sinif yoldaşıma aşık olmuşam. 8 il getdim deyim, amma bir neçə il sonra deyəcəm. Hə, gözləmək lazımdır bro. Gözlə böyük, daha yəni yaşımın üstünə yaş gəlsin, biraz böyük sonra. Hay, pomidor yumurta süper. Yox, mənlə Abi Yuri Boyka'ya baxma.